Teşekkür ederim. Teşekkür ederim. Bir daha hoş gördüğü değerli Kanal 14 izleyicileri. Salamlayıram her birinizi. Hidayet Kulu'ya hoş gördük. Değerli tamaşaçılarımız, efire daxil olan kimi zəhmət olmasa beğenme işaresine dokunun ve imkan dahilinde her biri öz platformasında, Facebook'ta, ne bileyim statusunda, WhatsApp statusunda bir paylaşım edin. Auditoriyamız cəm olsun. Bugün kanun qadağan ettiği təqdirdə ama memurlar bizneslə məşğul olur. Biz çalışacağıq ki, bu haqda söhbətlərimizi aparaq. Əlbəttə ki, hamınızın tanıdığınız bir millət deməyək, deputat barəsində. Onlardan milletvekili olmaz. Deputatın biznesindən danışacağıq və il ərzində nə qədər bunlar tender vasitəsilə pul əldə edirlər. İndi bu tender belədir ki, bir cibdən çıxardıb digər cibə qoymaq bir halı yaranıb. Bu şəffaf tender keçirilmir. Ölkədə bilirsiniz ki, nəinki bu tenderlərdə, digər qurumlarda da aparılan işlərin hər biri 99% deyək də şübhəlidir. Onların şəffaflığı yoxdur. 1% olar olmaz, o şəffaf iş aparırlar, o da gərək ciddi nəzarət olsun. Bunların hamısı da ondan irəli gəlir ki, ölkədə nəzarət mexanizmi yoxdur. Nəzarət belədir ki, bax, məsələn, tender haqqında indi biz bir deputatın şübhəli tenderindən danışacağıq. İl ərzində nə qədər pul ayrılıb tenderdən bir şirkətlə digərinin arasında bağlanmış müqavilədir. Amma nə yazıq ki, cəmiyyətin bundan məlumatı yoxdur. Biz bu haqda əvvəllər də danışmışıq tenderlərlə bağlı. Biz bağlanmış bir tenderlə, yüksək məbləğdə bir tenderlə araşdırma aparmışdıq. Biz onun sonuna gedib çıxa bilmədik. Tenderlər üzrə nəzarət komitəsi yaradılmışdı, şöbəsi belə deyək də. O komissiyada elə özünün fəaliyyəti belə şübhə altındadır. Çünki onlar nəyə nəzarət eləyir, onu bilmək olmur. Onların özünə belə nəzarət lazımdır. Dövlət bunları yarattı ki, bağlanmış tenderlərə nəzarət etsinlər, saxtakarlıqlara yol verilməsin. Amma təəssüflər olsun ki, o qurumun özü də, yaradılmış nəzarət qurumu da, özü də başladı saxtakarlığa. Ona görə də bu ölkədə bilmirsən ki, necə yanaşasan, necə belə deyək ki, əmin olasan ki, bu qurumlar şəffaf fəaliyyət göstərir. Bilmirsən deyəndə bilirik. Ondan irəli gəlir ki, cəzasızlıq mühiti var, cəzalanmır, məmurları cəzalandıran yoxdur deyə, ona görə də istədikləri kimi işlərini aparırlar. Amma sadə vətəndaş bir balaca ayağını əyri qoyan kimi dərhal nə edirlər? Onu sərt cəzalandırırlar. Və adicə bankların özündə belə görürsən ki, bu yaxınlarda mənim də başıma gətirmişdilər banklarda. Təsəvvür edin ki, vətəndaş götürdüyü krediti bağlayır, sonuncu ödənişi ödədikdən sonra orada hər hansı bir qəpik qalsa da, yəni belə deyək ki, 20 qəpikdə, 40 qəpikdə, 1 manat, 2 manat qalsa da, onu bank vətəndaşa demir. Çatdırmır ki, bu məbləği də ödəyin ki, bank bağlasın. Bunu Ümumi Kreditlər Bürosunun mərkəzinə yerləşdirilməlidir ki, vətəndaş digər bir bankdan nəsə götürəndə o bürodan baxıb görsünlər ki, bu vətəndaşın hər hansı bir ödənişi yoxdur. Banklar qəsdən bunu saxlayırlar, orada üzərinə faiz gəlir. Bu yaxınlarda mənə məlumat verdilər ki,
25 manatdan ötəri 700 manat cərimə alıblar ondan. Məhkəməyə verib o 700 manat vətəndaşdan 25 manatın əvəzinə 700 manat ondan pul alıblar. Məcburi olaraq məhkəmə yolu ilə. Halbuki bu günah vətəndaşın deyil. Bu günah bankın günahıdır ki, onu vaxtında vətəndaşı məlumatlandırmalıdır, təlimatlandırmalıdır. Vətəndaş banka gedəndə ona 20-30 dənə bir dəqiqənin içində sənəd imzalatdırırlar. Amma demirlər, izah eləmirlər. O xırda-xırda yazı ilə də heç kim vaxt etirib onu oxumur. Oturub oxumur. Bu yaxınlarda da elə iş mənim başıma gəldi ki, bank özü zəng vurub əlaqə saxlanılıb ki, mən özüm deyəndə mənim yaxınlarımdan söhbət gedir ki, ödənişin son olduğunu, son ay olduğunu öyrənib və nə qədər məbləğdə tamamlamağı öyrənib ki, ödənilsə tamamlanır. Deyilən məbləğdə ödənilib, üzərindən bir neçə gün keçəndən sonra təqribən 16 gün yaxınlarım başqa bir banka müraciət edən zaman məlum olub ki, sən demə bunun adına 16 gün gecikmə yaradılıblar. Nə qədər? 1 manat 40 qəpik. Baxın ha, bank VTB bankdan söhbət gedir ki, VTB bank bilirsiniz zamanında da insanların başına oyun açmışdı. Nə oyunu? Dollarla götürülmə məsələsində vətəndaşlar o qədər kurs dəyişəndən sonra ziyana düşdülər. Sonra da onun qaytarılıb verilməsində də vətəndaşları əziyyətə saldılar. Çünki sərəncam imzalandı ki, vətəndaşlara güzəşt olunsun aşağı kursla ödənişlərini və artıq ödəyənlərinkin qaytarılsın. Onda da vətəndaşları incitdilər. İndi yəni bir sözlə 1 manat 40 qəpik özləri yaradıb. Halbuki özləri deyib bu qədər məbləğində ödə. Orada faiz hesabına 1 manat 40 qəpik onu ödətdilər və biz bu qədər əsəb, stres keçəndən sonra onu büroya, kreditlər bürosuna nəhayət ki yerləşdirdilər. Əgər bunu vaxtında biz baxılmasaydı, indi görün o məbləğ nə qədər yüksələcəkdi. Yəni bunu ona görə qeyd edirəm ki, dəyərli tamaşaçılarımız, işığın yandır, birin yandır. Ona görə qeyd edirəm ki, məsələ burasındadır ki, aşağıdan yəqin şununa toxunmuşsunuz orada. Onu bir də təkrar qaytar birinə. Ona görə qeyd edirəm ki, nəzarətsizlik yəni mühiti var deyə nəzarət olunmur. Cəzasızlıq var, cəzalandırılmır və ona görə də heç nəyə çox qurtalamayın. Sadəcə olaraq oradan gələn şunur, onun şunuruna tərpəmiz toxunmuşsuz deyə o söndü, yanmadı. Necə oldu ki ona? Arkasına bir dənə baxın görün o. Arkasını şunruyur. Allah şeytana lənət eləsin. Bu nə qədər belə olacaq? Knopkanı yuxarı vurun. Yuxarıda. İndi yandı. İndi aşağı. Aha. Bəli, dəyərli tamaşaçılarımız, yəni bugün nə yazıq ki, ölkədə belə bir vəziyyət var. Ona görə də əziyyət çəkir vətəndaşlar. Vətəndaşlarda da qorxu var. Qorxur, çox şey deyə bilmir, danışa bilmir. Düzdür. Burada desəm ki, başa düşüləndir. Bu başa düşülən deyil. Əlbəttə ki, vətəndaşa, sadə vətəndaşa demirlər ki, sən siyasəti bilməyə get, siyasətdən danış. Siyasətə baş qoş. Vətəndaşa deyilir ki, sənin haqqın yeyilirsə, sənin haqqın mənimsənilirsə, sən ölkədəki anormal gedişatlara münasibət bildirmirsənsə, balansın pozulmasını görürsənsə, açıq şəkildə ki, məmur oliqarx həyatı yaşayır, sadə vətəndaş zülm içindədir. Buna hər hansı bir münasibət bildirmirsənsə, vətəndaşa hər söz demək olur. Yəni bunu başa düşək ki, yox, bu vətəndaş başa düşüləndir, qorxur. Niyə də qorxmalıdır? Əgər bugün barbar bağırıb deyirlərsə ki, qanunlarla idarə olunur ölkə, o zaman sən də qanunla fikrini bildirirsən də, konstitusiya ilə fikirlərini bildirirsən
Sən ondan tələb edirsən ki, necə olur ki? Bax, Kemaləddin Qafarov Milli Məclisdə 2000-ci ildə bircə dəqiqə, burada tam dəqiq deyim ki, Kemaləddin Qafarov 2015-ci ildə Milli Məclisdə təmsil olunur. Bu deputat əvvəlki seçkilərdə də qalmaqalla gündəmə gəlmişdi. Həm deputatdır, həm Milli Onkologiyanın sədr müavinidir. Eyni zamanda da burada indi oxuyacağım yazı var, bir məlumat var ki, bugün mənim qarşıma çıxıb. Düzdür, mən əslində dediyim kimi bir vətəndaş bizi gecikdirdi. Vaxtında gəlib buna tam nəzər salmalıydım. Amma ucundan qulağından belə deyək ki, baxmışam. Burada ona aid olan bir şirkət var. Sayt belə qeyd edir. Gündəlik Xəbər az bunu qeyd eləyib ki, demək deputat həm Milli Məclisdə təmsil olunur, həm də bizneslə məşğuldur. Məsələ burasındadır ki, qanun qadağan eləyir məmurların bizneslə məşğul olmasını. Amma bilirsiniz ki, bu qanunlar belə deyək ki, Azərbaycanda lazımi səviyyədə işləmir. Düzdür, qanunla onlar da öz adlarına deyil, öz yaxınlarının adlarına. Məsələn, deyək ki, İqbal Məmmədovun bir zamanlar bu haqda məlumatı diqqətə çatdırmışdıq ki, onun Lebra Broiler bir şirkəti var idi. Düzdür, bir deyil də, onun bir neçə şirkətləri var. Əsasən o bizə bir sahibkar müraciət etmişdi ki, mən Lebra Broilerdən məhsul götürmüşəm. Toyuq budu, nə bilim, digər toyuğun özün belə bir məhsul götürmüşdü, xarab çıxmışdı. Bununla bağlı da vətəndaşı küllü miqdarda 9.000-ə yaxın ziyana salmışdı həmin o şirkət. O şirkətin də əsas rəhbəri İqbal Məmmədov idi, amma qardaşı oğlunun adına yazdırmışdı o şirkəti. Həmin o şirkətdə çalışan digər bir qardaşı oğlu da özünün yanında köməkçi çalışırdı. Söhbət ondan gedir. Mənə məlumat verdilər ki, yaxınlardakı həmin şirkət bağlanıb, o Lebra Broiler şirkəti. İndi bilməm nə dərəcədə doğrudur və yalandır. Amma məsələ burasındadır ki, görürsünüz, şirkətlər var, imkanlar var, yaxın qohumların adına olsa da bunların da, deputatların da. Deputatlar da oturduğu o kürsüdə niyə görə bugünə qədər vətəndaşı xeyrinə danışmır? Ona görə danışmır ki, onlar öz mülklərini, öz bizneslərini qoruyurlar. Bax, bu yolla. Deputatdır, oturub hər hansı bir qurumla, qurumun barəsində danışmır. Vətəndaşın, məsələn, deyək ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində problemi var. Bunun seçicisinin, tutalım bunu deyək, yəni Kemaləddin Qafarovu, ya və yaxud da İqbal Məmmədovu, Elnurun soyadını bilmirəm. Kontaktum, məsələn, Elnur bəyindi. Soyadını unutmuşam. Zəhmət olmasa bilənlər yazsın. Bunlar seçicilərinin problemi ilə bağlı hər hansı bir qurumla niyə görə danışıqlar aparmır? Niyə görə onlardan tələb edib o problemin həllində tələb etmirlər? Maraqlı olmurlar. Bax, buna görədir. Çünki onlar öz bizneslərini qoruyurlar. Məsələn, deyək ki, onun seçicisinin birinin problemi Vergilər Nazirliyindəndir, Əmək Müfəttişliyindəndir və yaxud da digər qurumlandır. O problemi onlara, o qurumlardan millət vəkili olaraq tələb etməlidir ki, mənim seçicimin hüquqlarını pozmuşsunuz, bunu təmin edin. Onu etmirlər və etməyəcəklər də. Məhz özlərinin, bax, o bizneslərinin qorunması üçün ki, sabah bunu tələb edər,
o qurum haqqında danışar, oturduğu mandatda istifadə edib danışa bilər, Milli Məclisdə danışar, gündəmə gətirər və yaxud da onun haqqında bir status yazar, bir məqalə yazar. Bunu yazsa, sabah o qurum onun şirkətinin üstünə çökəcək. Bunun qorxusundan, öz biznesinə zərər gəlməsinin qorxusundan nə edir? Deyir seçici, mənim nəyimə lazımdır? Mən seçici üçün deyir, kiməsə ağız açam, kiməsə deyəm. Bugün hər kəs deyir ki, mən millət vəkilimi tanımıram. Buna görə tanımayacaqsınız da. Əlbəttə ki, tanımayacaqsınız. Nə özünüz tələb edirsiniz ki, mən ona səs vermişəm, o niyə mənim qayğıma qalmır, o mənimlə niyə maraqlanmır? Vətəndaş bugün öz hüquqlarını bilməməyinin ucubatından bugün o qədər əziyyət çəkir ki, deyəndə ki, sənin millət vəkilin var, sən durub gedib probleminlə bağlı dövlət tərəfindəndir. Bunların hamısı belə deyək ki, dövlətin bir strukturudur da, yəni Milli Məclis qanunverici bir orqandır. Orada da təmsil olunan deputatlar məhz hardan seçilibsə o ərazidən o seçicilərin hüquqlarını müdafiə etməlidir və pulsuz, bir mənalı olaraq pulsuz onların hüquqlarını müdafiə etməlidir. Bugünə qədər kimsə deyə bilərmi ki, mənim problemlərimi, mənim millət vəkilim bir təmənnasız qaydasına qoydu. Filan qurumdan, filan təşkilatdan, nə bilim, filan şirkətdə pozulmuş hüquqlarımı deputatımın sayəsində bərpa etdim deyən varmı? Qətiyyən. Yəni mən buna əminəm ki, belədir. O bəzi yaltaqlardan danışmıram. İndi bəziləri çıxar burada. Deyər ki, yox, mənim millət vəkilim mənim sözümə baxır, işimizi görür, o bizim qayğımıza qalır. Var da elə 5 manata görə trollluq eləyənlər o qədərdir ki. Mən onlardan danışmıram. Mən həqiqətlərdən, yəni bugün vətəndaşların böyük əksəriyyətinin bu məsələdən əziyyət çəkdiyini mən yaxşı bilirəm. Necə ki, mənim özümün millət vəkilim nə ətli, nə balıq, nəyə yaradığını heç kim bilmir. Məsələn, mən Cəbrayıl rayonunam, deputata seçilən vaxtından bugünə qədər cəmi bir dəfə bir məsələm üçün, o da Media İnkişaf Agentliyi tərəfindən bu hüquqların pozulmuşdu ki, ona müraciət etdim ki, qardaş, mən sənə başqa şey üçün müraciət etməmişəm, yəni birdən ikiyə. İndi bu məsələdə mənə yardımcı ol. Düzdür, indi bu o məsələyə aid olmasa da, hər halda yəni mənim millət vəkilimsən. Quruma özün də, yəni Milli Məclisdə oturursunuz, bir təsiriniz olsun, deyəsiniz ki, bu məsələdə bizə obyektiv yanaşsınlar. Ona da baxmadı. Yalandan gerçəkdən dedi, mən demişəm, heç kimə deməyib, eləməyib, məsələ də elə ilə də qaldı. Bir sözlə, yəni mənə bunu edirlərsə, bugün mənim deputatımdan onu görürəmsə, o baxımdan görün, sadə vətəndaşlar əlbəttə ki, bir mənalı olaraq onların üzün görmürlər. Onları heç çoxu var tanımır. Bəli, bunlar niyə görə? Ona görə ki, deputat Kemaləddin Qafarovun şirkəti 9 ayda 42,3 milyonluq sifariş alıb. Fikir verin, rəqəmə baxın. 42,3 milyonluq sifariş alıb. Nəyə alıb? Onkologiya mərkəzi ilə Azərmed arasında şübhəli sövdələşmə. Bu məlumat, bayaq qeyd etdim, yenə də qeyd edirəm ki, gündəlik xəbər azda qeyd olunub. Bu məlumatı mən istəyirəm diqqətinizə çatdıram ki, baxın, deputatın bağladığı tenderlərdə məbləğlərin rəqəmlərə baxın. Demək, Milli Onkologiya Mərkəzi MOM 2025-ci ildə Azərmed Qapalı Səhmdar Cəmiyyəti demək, Qapalı Səhmdar Cəmiyyəti
ilə 6 satın alma müqaviləsi imzalayıb. Məlumata görə bu müqavilədə aşağıdakı satın alma predmetləri nəzərdə tutulur. Yəni, indi mən qeyd edəcəm ki, həmin bu müqavilədə 6 satın alma, yəni 6 tender bağlanılıb. Tenderində rəqəmi yuxarıda gördüyünüzdə 42,3 milyonluq, milyonlardan söhbət gedir. Manatdan, nə bilim, mindən söhbət getmir. Yəni, manatdan deyəndə daha doğrusu mindən, 2000-dən söhbət getmir, milyondan söhbət gedir. Burada demək, şirkət nə alıb? Tibbi və digər avadanlıqların cari təmir işləri və təmiri xidmətləri, tibbi və sair avadanlıqların satın alınması, kimyəvi dərman preparatları, reaktivlər, sarğı ləvazimatları və materiallarının satın alınması, ləvazimatların və materialların satın alınması. Demək, his və can registr funksiyalarının özündə birləşdirərək Ak-Gün proqramlarının təminatının illik xidməti haqqında. Üzr istəyirəm, mən bunu biraz düz oxumadım. His və can registr funksiyalarının özündə birləşdirən Ak-Gün proqramı təminatının illik xidməti haqqında. Eyni zamanda radioaktiv mənbələrin dəyişdirilməsi və yenisi ilə əvəz olunması xidmətləri. Sonra digər avadanlıqlar. Xətti sürətləndirici şua avadanlıqlarının cari təmiri və onların tez sıradan çıxan hissələrinin və detallarının alınması, dəyişdirilməsi işləri. Demək, MOLA Azərmed Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilənin ümumi maliyyə dəyəri isə 42 milyon 336 min 822 manat təşkil edir. Yəni, yuxarıda saydıqlarım, yəni o xidmətlər üçün, baxın, nə qədər məbləğdən söhbət gedir? 42 milyon 336 min 822 manat təşkil edir. Məbləğdən söhbət gedir. İndi burada maraqlı məqam bilirsiniz nədir, dəyərli tamaşaçılarımız? Yəni, bu qədər məbləğ var burada. Azərbaycanda da ki, bayaq qeyd etdiyim kimi, tenderlərə nəzarət şöbəsi yarandı, qurumu yarandı, daha doğrusu komissiya yarandı. Mən bir bağlanmış tenderlə bağlı, bax, eynən bax, belə yüksək bir rəqəmdə bağlanmış tenderlə bağlı araşdırma zamanı həmin o tenderlərə nəzarət komissiyasında oldum və araşdırma zamanı müəyyən etmişdim ki, həmin şirkətin nə hüquqi bazası var, nə demək, hüquqi ünvanı var. Ünvan qeyd olunub. Araşdırdıq, hüquqi ünvanı Nərmanov rayonunda qeyd olunmuşdu. Həmin ünvanda getdik, müəyyən etdik ki, həmin ünvan satış mərkəzidir. Yəni, burada əvvəllər qeyd olunub ev kimi. O evi satıblar, orada ticarət mərkəzidir, pal-paltar satılır. Yəni, bunun mən niyə görə bu incə məqamlarına toxunuram ki, şirkətlərin, bax, belə böyük rəqəmlə müqavilə bağlayan şirkətlərin bəzi hallarda mən araşdırdığım Xəzər Koy MMC şirkəti, adını da deyirəm ki, yəni bəlli olsun hər kəsə ki, o şirkətin hüquqi ünvanı Nərmanovda bir mənzil qeyd olunsa da, araşdırdıq ki, həmin ünvan ümumiyyətcə orada olmuyor, əvvəllər olub, ora ləğv olunub və həmin yer demək, satış mərkəzi kimi fəaliyyət göstərir. Eyni zamanda da araşdırdıq ki, bunun hüquqi bazası da yoxdur. Yəni, avadanlıqlar, görüləcək işlər üçün texnikası falan, bunlar da yoxdur. Bəs yaxşı, o qədər
məbləği necə bağlamışdı, necə əldə edib, onun nə üçün o tenderin qalibi elan olunub, bunlar olmayandan sonra. İndi buna əsaslanıb mən deyirəm ki, bugün bax bu şübhəli məqamlar, Kemaləddin Qafarovun şirkətidir ki, MOM-la, şirkətin adı MOM-la Azərmid Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanan məbləğdən gedir, ha, bax bu. Məsələ də burasındadır ki, indi ilerleyen dəqiqələrdə görəcəksiniz ki, bu MOM niyə görə məhz Azərmidlə yəni müqavilə bağlayır? Başqa şirkətlə niyə bağlamır? Onu da ilerleyen dəqiqələrdə görəcəksiniz. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reistr məlumatlarında göstərilir ki, Azərmid Qapalı Səhmdar Cəmiyyəti 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10.000 manat olan şirkətin hüquqi ünvanı Nərmanov rayonu. Asif Məmmədov, baxın, mən də bayaqlar dedim, o getdi, çıxdı, Xəzərko MMC-ninki də hüquqi ünvanı gelip çıxmışdı Nərmanova. İndi bax, bunun da ünvanı, demək, Nərmanov rayonu Asif Məhərramov küçəsi ev 30 F-də yerləşir. Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi Rəhimli Famil Vəloğludur. Azərmid Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildən şirkətin təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Demək, Azərmid Qapalı Səhmdar Cəmiyyətinin satın alma müsabiqələrində fəal iştirakı və bir çox hallarda iri məbləğlərin, tenderlərin qalibi seçilməsi təsadüfi deyil. Şirkətin güclü himayədarları olan sahibləri var. Bu şəxslər deputat Kemaləddin Qafarovdur. Bəli, bax, burada Kemaləddin Qafarovun adını Sait qeyd edir konkret olarak ki, demək Kemaləddin Qafarov 2015-ci ildən Milli Məclisdə təmsil olunur. Bu müddət ərzində deputat kimi hər hansı yadda qalan fəaliyyəti olmayıb. Amma biznesmen kimi Kemaləddin Qafarovun haqqında mediada çox sayda yazılar var. Həmin yazılarda onun Azərmid Qapalı Səhmdar Cəmiyyətindən başqa da şirkətlərinin olduğu haqqında iddialar yer alır. Deputat bugünədək həmin iddiaları təqzib etməyəcək də. Çünki fakt olan yerdə nəyi təqzib edəcək? Bu da mediada yazılanların həqiqəti əks etdirdiyi barədə qənaəti möhkəmləndirir. Konkret olaraq, demək, Azərmid Qapalı Səhmdar Cəmiyyəti Kemaləddin Qafarova məxsus olmasına gəlincə, bu sadəcə quru iddiaların mediada yayılması ilə əsaslandırılmayıb. Baxın, Azərmid Qapalı Səhmdar Cəmiyyəti hazırki qanuni təmsilçisi Famil Rəhimlinin Kemaləddin Qafarovun qohumluq əlaqələrinin olduğu bildirilir. Famil bəy Kemaləddin Qafarovun qohumudur. Bayaqları mən necə dedim ki, demək, İqbal Məmmədovun qardaşı oğlanlarının adına yazdırmışdı o şirkətini. İndi burada da Famil Rəhimlinin Kemaləddin Qafarovun qohumluq əlaqələrinin olduğu bildirilir. Qohumudur. Bundan başqa 2009-2013-cü illərdə şirkətə Qafarov Hüsaməddin Şəmsəddin oğlu rəhbərlik edib. 2009-2013-cü illərdə həmin şirkətə. Demək, rəhbərlik edib. Bu şəxs də deputatın yaxın qohumudur.
Yaxın qohumlar da bilirsiniz də hansı kateqoriyalara aiddir. Nəhayət, Azərmed Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ilədək yerləşdiyi hüquqi ünvan Bakı şəhər, Binəqədi rayon, Mustafa Kemal Atatürk, ev 65A, məhəllə 3078A, yəni 38-70A, mənzil 155-də Kemaləddin Qafarovun özünün və ailə üzvlərinin qeydiyyatındadır. Fikir verirsiniz? Konkret olaraq sahib ünvanı da qeyd edilir ki, əvvəllər də, yəni onun adında olmasına baxmayaraq, ünvan da bir mənalı olaraq Kemaləddin Qafarovun ünvanını göstərir. Bu barədə mediada yazılıb. Yeri gəlmişkən Kemaləddin Heydərov Binəqədidən deputat seçilib. Amma nə yazıq ki, Binəqədi sakinləri bu deputatı, bu oliqarx deputat deyək də buna. Çünki bir neçə o açıq etirafda o Vahid müəllim, Allah ona can sağlığı versin, Vahid müəllim hər dəfə sözün düzünü deyərdi. Xatırlayırsınızsa Vahid müəllim qeyd etdi ki, Milli Məclisdə oturanların hamısı bizneslə məşğul olmur. Bax, həmin bu məqamlardır ki, məsələn orada əsasən bizneslə tanınan, mən bayaqlar adını qeyd etdiyim İqbal Məmmədovdur, Elnurdur, Kantoktomun rəhbərlik edən, eyni zamanda Kemaləddin Qafarovdur və digər çoxları var. Burada mən adlarını təbii ki çəkə bilməyəcəm, çünki o siyahı əlimin altında yoxdur. Yəni bugün də açıq şəkildə görünür ki, belədir də özlərini, Binəqədi sakinləri deputatının üzünü görmür. Deputatının üzünü görüb dərdini demək üçün mediadan imdad diləyirlər. Bir yaxınlarda deyəndə bizə çox müraciət olunub Binəqədidən. Hətta övladı 44 günlük vətən müharibəsində iştirak edən xanım vardı, Zülfiyə xanım. Binəqədidə deputatını tapa bilmirdi. Bizim vasitəmizlə icra hakimiyyətinin qəbuluna sala bildik. Çox çətinliklə də olsa, icra hakimiyyəti məcburiyyət qarşısında qalıb, ona müəyyən dərəcədə dinləmişdi, müəyyən köməkliklər göstərmişdi. Amma deputatını o görə bilmədi. Bugünə qədər də o deputatını görməyib. Çünki deputatının başı öz bizneslərinə qarışır da. Təbii görürsünüz ki, həm də dediyim kimi, Milli Onkologiyada sədr müavinidir. Məsələ burasındadır ki, Milli Onkologiyada dövlət xəstəxanası olmasına baxmayaraq, orada insanların həm canını alırlar, həm də cibini soyurlar. Mən Allah şükürlər olsun ki, nəsib etmədi. Mən bu yaxınlarda atamın vəziyyəti ilə bağlı ora yazmışdılar. Mən orada şöbə müdürünün yanında oldum. Şöbə müdürü məni istiqamətləndirdi ki, düzdür, baş həkimə zəng vurdum, danışdım. Məni də istiqamətləndirdi şöbə müdürünə. Afik həkimdir, səhv etmirəmsə, adım unutmamışamsa. Azad həkim, baş həkimdir, Afikdə şöbə müdürüydü. Onun yanına istiqamətləndirmişdim, mən oraya getdim. Orada demək, dedi, birinci bunu katə eləməliyik. Bilinməlidir ki, əsas kontraktlı katə. Yadımda belə qalıb ki, kontraktla o deməkdir ki, bütünlükdə maye çizdirilib, bütün o yəni orqanları dəqiq görmək olur ki, belə bir xəstəlik var, yoxdur, varsa hardadır. Yəni uzunun nəticəsi ilə ora getmişdik. Atam da həmin vaxtı ağır xəstə idi də, yəqin tamaşaçılarımız, izləyicilərimiz bilir. Həmin vaxtı da ağır xəstəliyi sən demə pnevmoniyadır. Ən ağır pnevmoniyalardandır. Burada da bizi qorxutmuşdular ki, bunda belə bir xəstəlik də var. Biz onkologiyada olduq, onkologiyada məni yönləndirdilər, get Katıya. Katıya getdim. Təsəvvür edin, xəstənin vəziyyəti ağır bir vəziyyətdə. Ayaq üstə dura bilmir. Mənə deyirlər ki, ayın ortalarında getmişdim, 15-ində idi, 14-ündə idi. Deyirlər, sənə hörmət eləyirik. Sənə ayın sonunda, yəni 30-u 31-ində biz Katıya
yaza bilərik. Əks təqdirdə mümkün deyil. Ama sonra da müşahidə elədim ki, orada sən demə orada pulun varsa sənə katib 1 dəqiqənin içində təmin olunur. Yox, sən əgər bilirlərsə ki, sən mediasan və yaxud da belə deyək ki, sən kim tərəfinənsə tapşırılmısan demisənsə, deyilibsə, sən getmişsənsə, ora sənə qanuni prosedur qaydalar qoyurlar qarşıya ki, növbə var, bəs müraciət çoxdur, get gözlə növbədə. Yəni o qurumda da, həmin o dediyim qurumda da, Milli Onkologiya Allah heç kimi salmasın, hamınız yaxşı bilirsiniz. Bunun haqqında çox yazırdılar. Bir zamanlar bir hüquq müdafiəçisi vardı, Aslan İsmailov. O qurumdan çox yazmışdı və yazırdı da. Sonra da nə oldu, nə olmadı, məlum məsələdə nə olub, nə olmadığını siz yaxşı bilirsiniz ki, ümumiyyətcə bir mənalı məsələləri bağladı, qoydu qırağa. Yəni Milli Onkologiya Mərkəzindən çox yazırdılar, çox deyirdilər. Əsasən də dediyim kimi Aslan bəyin bu məsələ ilə bağlı fəal iştirakı var idi. Sonradan bir mənalı məsələləri durdurdu. Və o qurumda, o dövlət qurumu olmasına baxmayaraq, mən bir zamanlar araşdırma aparmışdım ki, bir iğnəni xəstəyə 100 manatdan vurmasını təklif edir. Bizim Kanal 14'ün arxivinə baxsanız, həmin o yayımlar orada durur. O kadrlar bizdə Kanal 14'ün arxivində var ki, və eyni zamanda da Doğru Xəbər TV'nin arxivinə baxsanız, girib orada yazsanız, orada çıxacaq Milli Onkologiya ilə bağlı yazılan yazılarda və videolarda ki, orada həkim xəstəyə, onkoloji xəstəyə iğnənin bir ximyadır da, o iğnə yəqin ki, onun vurulması üçün 100 manat rüşvət istəyirdi. O da adı Davud həkim idi, səhv etmirəmsə. Həkimin adı Davud həkim idi. Yəni orada tək ondan götmür ha söhbət. Orada dediyim kimi, məsələ burasındadır ki, pul olmadığı təqdirdə sənin vəziyyətin orada ağırlaşır. Bəli, mən bunu deməkdə biraz genişləndirdim Kemaləddin Eydarovun harada işləməsi və Milli Onkologiya haqqında da geniş fikirlər bildirdim, dəyərli tamaşaçılarımız. İndi demək biz artıq 40 dəqiqə qədər canlı yayımdayıq və şərh bölümü də görə bilmirəm. Dəyərli tamaşaçılarımız, bəyənməni, paylaşımı artırın, auditoriyamızı genişləndirin zəhmət olmasa. Şərh bölümündə bilmirəm. İndi bu məlumatı diqqətə çatdırım. Sonra şərh bölümündə sizin yazdıqlarınıza diqqət ayırıb və sizə də, daha doğrusu sizinlə də həm söhbət olaram. Və bunu mən qeyd eləməkdə məqsədim nədir? Məqsədim odur ki, baxın, biz sadə vətəndaşlar olaraq əziyyət çəkirik. Bugün dolanmaq üçün həqiqətən də əziyyət çəkirik. Mən özüm də o sadə vətəndaşların sırasında qeyd edirəm ki, yəni onlardan da çox mən də əziyyət çəkirəm. Hər sahədən, maddi və mənəvi hər biri sadə vətəndaşlar bu dəqiqə problem içindədirlər. Banklarda kreditlə bizim nəfəsimiz kəsilib, bir iş görmək istəyirsənsə ki, normal bir yaşayış təmin edəsən, yaxşı bir iş görəsən, mütləq şəkildə nə etməlisən? Demək, banklardan kredit götürüb özü zülmə salmalısan. Amma məmurlar, hansı ki bu xalqın mövqeyindən danışmalı olan, xalqın yanında olmalı olan, xalqın refahını yaxşılaşdırmaq üçün çalışmalı olan məmurlar isə milyonları bu cür yollarla mənimsəyirlər. Mən bunu diqqətə çatdırmaq istəyirəm ki, insanların gözü açılsın ki, bax, Binəqədi sakinləri bilsin ki, onun deputatı onlarla maraqlanmasa da, amma o öz işindədir. Nələrlə məşğuldur. Sait qeyd edir ki, həmi ünvanın qeyd edir, həmi bağladığı milyonluq tenderləri qeyd edir və açıq şəkildə də məlum olur ki, deputat bizneslə məşğuldur. Bütün bunlar Azərimed Qapalı Səhmdar Cəmiyyətinin deputata məxsus olmasına, şübhə olmasına
şüphe yeri qoyur da, burada səhv yazıblar. Şüphe yeri qoyur. Dövlət satın almaların vahid elektron portalı üzərində apardığımız araşdırma zamanı məlum olub ki, mum demək bir qayda olaraq sifarişləri Azərmed Qapalı Səhmdar Cəmiyyəti ilə edir. Ona sifariş verir. Bununla yerinə getirir. Azərmedlə. Mumla bu. İndi burada ən şübhəli məqam nədir? Bu mum niyə görə Azərmed Qapalı Səhmdar Cəmiyyəti ilə bir mənalı müqavilə bağlayırlar, sifarişlər verirlər. Bu da səbəbsiz deyil. Sait nə yazır? Görün. Məsələ burasındadır ki, Kemaləddin Qafarov 2014-2015-ci illərdə MOM'un direktor muavini vəzifəsində çalışıb. Baxın, ən əsas məqam budur. Məbləği gördünüz, 42 milyondan söhbət gedir, dəyərli tamaşaçılarımız. MOM bir zamanlar, MOM'da kim çalışıb? Demək, Kemaləddin Qafarov 2014-2015-ci illərdə MOM'un direktor muavini vəzifəsində çalışıb. O deputat seçiləndən sonra vəzifəsindən istefa verib. Təbii ki, qanuna görə istefa verib. Əlində imkan olsa əlbəttə ki, qalardı orada. Amma qanunla indi kənarlaşdırılmasına baxmayaraq, kənarlaşmasına daha doğrusu baxmayaraq, amma görün, burada biznes necə qəşəng davam eləyir. Demək, istefa verib, qanunvericilik belə tələb edir. Lakin Kemaləddin Qafarov qanunlara özünə sərf edən formada əməl edir. Bəli, doğrudan da düzgün qeyd edib. Kemaləddin Qafarov qanunları özü kimi belə deyək ki, istifadə edir ondan, qanundan. Deputat vəzifəsindən istefa versə də biznes fəaliyyətini ara verməyib. Demək, halbuki qanunvericilik deputatın biznes fəaliyyəti ilə məşğul olmasına qadağan edir. Təbii ki, bu qanunvericiliyin tələbidir. MOM Azərmed Qapalı Səhmdar Cəmiyyəti ilə demək, elə rahat şəkildə işləyir ki, bəzən dövlət satın alma haqqında qanunun da görməzdən gəlir. Bəli. Demək, mərkəzin şirkətlə bir mənbə metodu üzərindən bağladığı müqavilələr belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, MOM'un cari ildə Azərmed Qapalı Səhmdar Cəmiyyəti ilə bir mənbə metodu üzərindən hər halda MOM və Azərmed Qapalı Səhmdar Cəmiyyəti yazdıqda qaranlıq məqamlar aydınlıq gətirilməsi yaxşı olardı. Bunu indi başqa sayt qeyd edib burada. Sonunda amma gündəlik xəbər azın məlumatıdır. Dəyərli tamaşaçılarımız. Bunu indi mən efir qabağı mənim belə deyək ki, qarşımda oldu. Mən buna belə bir mənalı indi nəzər saldım. Ola bilər ki, haradakı qüsurlar doğru çatdırmadığım yerlər üçün hər kəsdən üzr istəyirəm. Amma burada məlumatın necə olmasından getmir. Məlumat, söhbət burada bir məmurun biznes fəaliyyətindən gedir. Deputatın necə ola bilər ki, həmi Milli Məclisdə otursun, həmi Milli Onkologiyada sədr müavini olsun və eyni zamanda da bunun Cavanşir Feyziyev kimi farm olsun. Bu biznes fəaliyyəti ilə məşğul olsun. Cavanşir Feyziyev də yeri gəlmişkən onun da adı belə dərman biznesində hallanır. Ona görə də demək istəyirəm ki, dəyərli tamaşaçılarımız, bu məlumatları
genişləndirin, yayımlayın. O herkes bilsin, o Binəqədi sakinləri bilsin ki, bugün Kemalettin Qafarov onları görməsə də, onların problemləri ilə maraqlanmasa da, amma öz fəaliyyətində davam edir, öz işlərini görür. Eyni zamanda da Azərmet Qapalı Səhmdar Cəmiyyəti mumla biznesini, yəni Kemalettin Qafarovun yaxın qohumunun adına olan şirkətdə də, indi burada biz Sait də bayaqları o qeyd etdi əsas nüansları ki, əvvəllər Kemalettin Qafarovun özünün ünvanında qeyd olunmuşdur bunun və həmin bu şirkətin hüquqi ünvanı sonradan dəyişdirilib, bəli, yaxın qohumların adına keçirilib. Yadınıza gəlir ki, bu seçkilərdə deputatlardan, yəni deputatlığa daha doğrusu namizədlərdən onların gəlir mənbələri haqqında məlumat əldə, daha doğrusu tələb olunurdu ki, onlar harada işləyirlər, gələn gəlirləri və s. və ilə axır. Bunlar haqqında məlumat vermək. Bir çox deputatlar, çalışan deputatlar növbəti seçkidə namizədliyin irəli sürmüşdülər də. Onlar gələn gəlirlərini gizlətmişdilər. Bu qanunun tələbi idi ki, ona da belə məhəl qoymadılar. Yəqin ki, bunu bilirsiniz. Bugün bunların hər birini deməkdə məqsədim budur ki, özümüzü aldatmayaq. Özümüzü bəziləri bugün haya-küyə gedərək deyir ki, yaxşı olacaq. Bəzən Trump'ın gülər üzün görəndə deyirlər ki, aha, Avropaya inteqrasiya eləyirik, hər şey əla olacaq, gözləyin, siz də yaxşı ağ günə çıxacaqsınız. Mən bununla demək istəyirəm ki, özünüzü aldatmayın. Sadə vətəndaşlar nə qədər ki, özləri məsələyə müdaxilə etməyib, öz haqlarını tələb etmir, hətta öz deputatlarını belə vaxtı-vaxtında görüşünü tələb edib, onlardan tələb edib məlumatlarını, onların problemlərini Milli Məclisdə müzakirəyə çıxartmasını, orada dilə gətirməsini tələb edə bilmirlərsə, bizim heç də günümüz, güzaranımız yaxşı olmayacaq. Bunu demək istəyirəm. Gözləməyin ki, ağatlı gələcək. Bir mənalı özünüz hərəkət etməlisiniz. Burada şərh bölümünə nəzər salıram. Demək, kimdir burada? Mən bunu oxuya bilmədim. Nov. Kemal müəllim niyə adlar yaxşı oxunmur? Hadıracab qardaşımızdır. Bu nədir bu? Əvvəllər adı yazılırdı burada. İndi Gmail adresindən yəqin girib deyə ona görə. Recep Həsənov. Hə, ola bilər. Yazıların, hansı yazıların oxunmamasından gedir qardaşımız? Yəni, adlardan söhbət gedir. Hansı adlardan söhbət gedir? Özlərinin adını deyir də, yəni belə fərqli yazılır. Hə, burada elə əslində mən də Şəhla İsmailovanın, onun da əvvəllər başqa cür gəldi, ətlə gəlir, Gmail adreslə. YouTube-un dəyişikliyi ola bilər də, valla. Məndə yazılırda əvvəl keçirmədim, onları dəyişir. Bəlkə siz başqa, belə deyək ki, platformu ilə daxil olmuşsunuz, ona görədir, mən yalan deyərəm. Şəhlə İsmailova deyir ki, nədən belə? Bəlkə saatı dəyişək. Saatı nə üçün dəyişək? Yəni, yayım üçün dediniz Şəhlə xanım, yoxsa başa düşmədim. Bu adların yazımı üçün deyirsiniz, mən bilmirəm. Hə, yayımın vaxtı üçün deyirsinizsə, valla biz əlverişli vaxtı seçdik ki, yəni saat 3-də belə deyək də, yəni bizə də münasib olan vaxtı, saat əvvəllər bizdə 7-8-də də bilirsiniz ki, çox canlı yayımlar açılır eyni vaxtda. Ona görə biz müəyyən elədik ki, elə günorta vaxtlarında az canlı yayımlar. Az olmağımıza görə narahatsınızsa Şəhlə xanım,
bu ondan rəli gəlir ki, biz açıq desək bir neçə ay olmadıq canlı yayımlarda. Canlı yayımlarda olmayanda da izləyicilər bilmirlər. İndi ola bilsin ki, mən bilmirəm burada nə qədər izləyici var, yoxdur, mən onu görə bilmirəm. Amma burada 72 görürəm, ümumi deyil, yoxsa elə belədir, bilmirəm. Yəni az olmağımızın da səbəbi mən düşünürəm ki, biz belə deyək, fasilə verməyimizdən irəli gəlir. Bir neçə ay biz canlı yayımlarda olmadıq. İzləyicilər də yəqin ki, düşünürlər ki, bu kanalda olmur, gəlmirlər. Yoxsa işləri var, gəlmir. Saatı dəyişmək lazım deyil. Bəlkə vaxtı dəyişək deyir. Nizami İsayev də zarafatından geri qalmır da. Allah saxlamış. Alançdır Kemal bəy, narahat olmayın. Ya, mən narahat deyiləm, əzizlərim. Yəni, mən bugün əslində belə deyək, çalışdığım qədər yumuşaq keçmək istəyirəm. Dünənləri təbliğ idi qardaşımız, yoxsa kim idisə şərh bölümündə yazmışdı ki, görən bu hakimiyyət bunu da incidibmi? Yəni, mənim əvvəlki sərt çıxışlarımı görmədikləri üçün elə qeyd edib nədirsə, elə düşünürlər ki, yəqin mənə təsir ediblər deyə mən yumuşaq formada danışıram. Əslində açıq etiraf edim ki, təsirsiz keçməyib. Bugün bir mənalı olaraq diqqət mənim üzərimdədir. Saytlarımızın bir neçəsini bağlamağa nail olublar və biz yenə də fəaliyyət göstərsək də başqa bir formatda bugün yenə bir qurum yaradıblar da, o media inkişafından söhbət olmayan bir qurumdur ki, ancaq bizi diqqətdə saxlayır. Başqaları var ki, nə xəbər işləyir, nə bilim normal bir fəaliyyəti var. Onlara heç gözün üstə qaşım var demir. Açığı etiraf edirəm ki, həmin qurum, bax o media qurumu bugün həbsxanadan çıxıb fəaliyyət göstərən şəxslər var ki, onlar da həbsxanaya düşənlərin çoxu 182 ilə. Maddə də bilirsiniz da, hədə qorxu, pul tələb etmək, bu falan, bu mənim. 182 ilə tələb olunan, daha doğrusu həbs olunan şəxslər bugün azad olunub, fəaliyyət göstərir, onları belə vecinə almır. Biz qardaşım, şəffaf, obyektiv fəaliyyət göstərən bir qurumu diqqət mərkəzində saxlayıblar. İmkan vermirlər ki, biz ən azından fəaliyyət göstərək. Ona görə də yəni, mən buradan indi dünənki şərh yazana səhv etmirəmsə, İlqar idi adı, təbliğ idi. Yoxu təbliğə yox. İlqar var idi adı bizim əvvəlki izləyicilərimizdən. Bura necə adına girmişdi? Fərədzadə. Yox, Xocalı. Xocalı niki ilə girən idi. Yəni bir sözlə elə o yazanlara mən deyirəm ki, vəziyyət bəli, belədir. Biz də zərərsiz ötüşmürük. Elə düşünməyin ki, bizə deyirlər ki, gedin nə istəyirsiniz, danışın. Vallah, billah, bugün biz bu qədər təsir altında olsaq da, öz şəxsi maraqlarımızdan, öz problemlərimiz haqqında danışmırıq ki, vətəndaş problemindən danışırıq. Ölkədəki vəziyyətdən danışırıq. Bax, bugün mən bir neçə deputat haqqında danışdım ki, baxın, görün, bizneslərinə 32 milyonluq tender müqavilələri bağlayıblar. Amma indi bugün hansı qurum gedib onu araşdırır ki, halbuki əvvəlki çalışdığı, Kemaləddin Qafarovun əvvəlki çalışdığı şirkətdə, MUM şirkətində direktor müavini işləyirdi. İndi məcburiyyən oradan deputat olsa da, amma biznes əlaqəsini buraxmayıb. Azərmedlə, yəni pulları bax bu cür mənimsəyirlər. Bu cür dağıdırlar, pərən eləyirlər. Mən demirəm ki, onu tək yeyir. Təbii ki, rəhbərliyi var onun
işlədiyi qurumda rəhbərliyi var. O belə o şirkətlə bazarlıq eləmirlər ki. Ona görə də yəni belə şeylər var ki, bunlarda aktiv olun, siz də fikirlərinizi bildirin. Nə vaxta qədər susacaqsınız, nə vaxta qədər elə yerinizdə gileylənəcəksiniz ki, amanın bir günü də qoymayın, bizi öldürdülər, astılar, kəsdilər, pıçıltı ilə danışıb, üzə gələndə sakitcə dayanacaqsınız. Bu qədər dəyərli tamaşaçılarımız, biz 1 saatı tamamlayırıq, 3 dəqiqədən sonra 1 saatımız tamam olur. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Mən yenə də qeyd edirəm ki, biz həftə içi 5 gün canlı yayımda olacağıq. Allah izin verirsə 15:00-da, yəni həftənin 5 günü, həftənin 5-ci gününə qədər mütəmadi olaraq eyni vaxtda, yəni 15:00-da Kanal 14-ün canlı yayımında olacağıq. İzləməyi, bəyənməyi, paylaşmağı unutmayın dəyərli tamaşaçılarımız. Sağ olun, sabah görüşənədək. Hələlik.